Herkese salam, kanalıma xoş gəlmisiniz. Xalq artisti Aygün Kazımovanın doğum günündən sosial şəbəkədə möhtəşəm görüntülər paylaşılıb. Doğum gününə Namiq Qaraçıxurlu da qatılıb. Aygün Kazımovanın qızı İlqarə də anasını səhnədə təbrik edib. Həmin görüntüləri sizlərə təqdim edirəm. Gülüşler çiçeklere benzesin. Bugün şen bayramıdır ellerin. Laneler bayramıdır çöllerin. Sesimiz her tarafi bezesin. Gülüşler çiçeklere benzesin. Bugün şen bayramıdır ellerin. Laneler bayramıdır çöllerin. Alışın gözlere bak gözlere. Oynamak çok yaraşır sizlere. Siz o günlerden özledim. Dikçenim tüzenim. Gelin gelin benim. Tanrımız gelin.
İlqayla Kazımova və hər kəs mərkəzdəykən mən xahiş edirəm, ad günündə siz olmaz. Biz İlqayla ilə səhlə arxasında danışdıq ki, bu məqamda bir yerdə bunu həyata geçirəcək. Tort vaxtıdır artıq. Aygün Yani bu hadiseler ancak Aygün Xanımın ad günündə ola bilər ki, Nadirə Səfərovun stolunda düz yanında yani en maraqlı olmasa deyərdim budur. Hə, Hacı bəy. Atatürk Minsk grubunun görüşüdür bu. Minsk qrupunun görüşüdür. Nadir Qafarzadə bəy, canım deyərim. Ramal istirahətçi. Sağ olun, sağ olun. Var olun qardaş. Halal duş olsun. Elgidi də sevirəm, ayrı cür sevirəm. Ay can. Can. Bunu yaradan ellere. bravo! Bak bu daşları show biznesin her uğusuna bağışlayan yürekler. Ha bu değerli daşları. Kaşlardan doğrulunca sizi daha güzel. Bizim Aygün'ün Eline bakma, ad günündə bele bakma, möhtəşəm eline bakma benden yoktur çile. Eline bakma, yüreğimi sıkma, gücüm çatır yok gezebilirim.